Lerik rayon sakini Nuriyev Əlibala Təzəxanoğlu. Hürriyyət az saatində mənim özümlə əlaqə saxladım. Mən saatdə bunu işıqlandırmışam. Bir şikayət ərizəsi göndəribdi. Oğlu qazidir. 3 övladı var deməli. Əlibala kişinin. 3-cü övladı da hal-hazırda hərbi xidmətdədir. Elsəvər Əlibala oğlu da könüllü olaraq 44 günlük savaşda gedib. Müharibə qazisidir. Və yaşayır harada? Xəzər rayonunda. Müraciət edir. Evliyəm. 2 körpə uşağım var. İmkan olsa mənə bir mağaza yeri verilsin. Mən bir mağaza tikim orada. Övladlarımı saxlayayım. Və Xəzər rayon icra hakimiyyətinin başçısı razılıq verir. Binə qəsəbəsində Mehriban qonşular adlanan yerdə, qəsəbədə, Şəhidlər bulağının qabağında bir balaca dükan yeri verirlər buna. Bu cavan oğlan bir 5-6 min xərc çəkir, borca girir, kreditə girir, o mağazanı tikir. Nə gözəl. Həqiqətən də təqdirə layiqdir. Əslində bütün qazi və şəhid ailələri, veteranlara bu şərait yaradılmalıdır. Nəinki tək onlara, bütün Azərbaycan vətəndaşlarına bu şərait yaradılmalıdır. Yəni, mən hər dəfə misal çəkirəm, 38 milyard büdcəsi olan 2025-ci il Azərbaycanı bir də müqayisə edirəm 91, 92, 93, 94, 95-ci illərdə 490-600 milyon büdcəsi olan Azərbaycanı müqayisə edirəm bunların vətəndaşlarının. Fikir verin ha. 30 il bundan qabağı müqayisə edirəm. Dövlət büdcəsi 600 milyon olan bir Azərbaycanın vətəndaşı dövlət büdcəsi 38 milyard olan bir ölkənin vətəndaşından daha yaxşı yaşayırdı. Yəni o dönemdə həqiqətən hamı yaxşı yaşayırdı. Hamının əlində pul vardı. Pul ölüydü. Dollar 5.000'ə qalxmışdı. Nə bilim 1 dollar 5.000 deyirlər. Nə qədər belə pul deyirlər. Yəni 100 dollara 50 şirvan. 50.000 deyirlər. Nə deyirlər? Belə şeylər var. Yəni o pullar tam yadında qalmırlar. Amma insanların hamısının qazanma imkanları var idi. Babat pul qazanırdılar. Niyə? Hər kəs sərbəst şəkildə ticarətlə məşğul ola bilirdi. Qolundan qopan, əlində bir istakanı varsa onu çıxardırdı, yolun qırağına satırdı. Bizimkilər sonradan modernləşdilər. Dedilər, yox, nə danışırsınız? Biz dünyanın ən aparıcı ölkələrindən biri. Ayıbdır, küçədə kimsə gəlsin, stol qoysun, nəsə satsın. Olmaz. Bunlar hamısı mağazalara daşınmalıdır. Marketlərə daşınmalıdır. Ondan sonra mağazalar hökumət tərəfindən sıxışdırılaraq əhalinin ağzını çöndərdilər supermarketlərə. Supermarketlər kimin oldu? Rusya yolu ilə varlanan kəslərin. Nəticədə nə baş verdi? Dövlətdə korrupsiya ilə varlanan adamların sayı artdı. Ümumi əhalinin sayı isə, vəziyyəti isə aşağı düşdü. Hansı ki, dünyanın ən inkişaf eləmiş dövlətlərindən biri olan bugün Çindir. Hər kəs Çindən qorxur. Çünki iqtisadi inkişaf elə sürətlə gedir ki, bütün Avropa dövlətləri artıq Çinin quluna çevirir. Çinin Avropanın ticarət dövriyyəsinin 65% bu günlərim Çinin əlindədir. Hatta az qala Rusiyanın %70 ticarət dövriyyəsi, Ukraynanın, Belarusiyanın, bütün dünya, bu gün Qazaxstanın ticarət dövriyyəsi Çinin əlindədir, qardaşlar. Amma Çinə gedən adamlar hər kəs bilir. Yolla gedirsən, Qanco deyilən böyük bir şəhəri var. 30 milyonluq şəhər 3 Azərbaycan boydadır. Əhalisi 3 Azərbaycan əhalisi boydadır. 30 milyon. Gedirsən, yolun qırağında barduda cəmaət belə döşənib. Biri əxrəf satır, biri qurbağa satır, biri kərtənkələ, qara kərtənkələ. Mən ilk dəfə orada gördüm qara kərtənkələ. Biri nə bilim nə satır. Əlindən kimin nəyi var, oturup döşənib yolda satır insanlar. Hər kəs ticarətlə məşğuldur. Kim ticarətlə məşğul olmaq istəyirsə, banka müraciət edir. Bank dərhal layihəni alır, biznes layihəsinə baxır və görür ki, uğurludur, ora pul ayırır. Batıran adamın pulunu geri almır bank. Evini əlindən almır Azərbaycanlılar kimi. O Çinlidir. Müsəlman deyil. Amma Allahı var. Biz müsəlmanıq, Allahsızıq. Biz bir vətəndaşa kredit veririk. Dərhal nə edirik? Ardınca anasını ağladırıq. Evini də alırıq, maşını da alırıq, mülkünü də. Qavalayıb tökürük eşiyə. 6 baş, 8 baş ailə qalır küçədə. Baxmayaraq ki, bütün hökumət görür ki, bu adam bankrot olub. Bankrot olmaq nə deməkdir? Ağzında bankrot deyirsən. Yəni, təbii yolla çöktün. İşlədə bilmədi. Nədənsə Çinli utanmır, Türkiyəli utanmır,
Avropalı utanmır, Azərbaycanlı utanır. Azərbaycan hökuməti çox utancaqdır. İcazə vermir. Hə, nəyi sata bilərsən? Qumar şeylərini sata bilərsən. Qumara aid nə var? Onları küçədə qoyub sata bilərsən. Amma sən küçədə pomidor xiyar yeyə açıb sata bilməzsən. Qarpız sata bilməzsən. Qarpız satanlar necə satırlar? Onlar necə satırlar? Onlar da bəllidir. Halbuki bu günlərim onlar yollar hamısı bələdiyyə baxır. İndi gelib bir şey qoyub keçirəm, başqa şeydən danışıram. Bələdiyyələr pul ödənməlidir. Bunun geniş şəkildə mən gələn verilişlərimin birində izah edəcəm dostlar. Yəni bütövlükdə biz Azərbaycan xalqına hərəkət yaratmalıyıq. Hə, indi qaziləri ayırmışıq lap yaxşı. İndi görək bu qazinin başına nə oyun açdılar? İcra hakimiyyəti razılıq verdi. Çox gözəl. Adam tikdi. Başçının qəbulunda olarkən bizim xahişimizlə həmən ünvanda bizə yer verdilər. 2025-ci ildə, yəni may ayında möhtərəm prezidentimiz İlham Əliyev zavodun açılışı ilə əlaqədə Binə qəsəbəsinə gələcəkdi. Fikir verin. Bir zavod tikilib, prezident zavodun açılışına gedir. İcra hakimiyyətinin işçiləri gəldilər ki, sizin o dükkanınızın görünüşü yaxşı deyil. Sökülməlidir. Dedilər ki, söküb yerində yenisini tikəcəyik. Hətta dəqiqliklə bildirdilər ki, cənab prezident qayıdandan sonra çinti üçün başlanılacaq. Halbuki Saraxanı, Sabunçu, yol boyu get Binə, bərbad vəziyyətdə olan o qədər dükkanlar var ki, prezident soruşanda ki, bu kimindir? Deyərdiniz ki, biz qazinindir, cənab prezident. Vermişik, burada ailəsini saxlayır. Baxaq görək, prezident göstəriş verəcəydimi ki, gedin o qazinin dükkanını sökün? Yox. Bəs Allahsızlar, niyə sökürsünüz? Niyə prezidentin orada gedişindən istifadə edib yalandan vətəndaşın obyektini sökürsünüz? Ay Allahsızlar. Abadlaşdırılsa daha yaxşı olardı. Bəli, abadlaşdırardınız, gələrdiniz, prezident gələcəkdi 10 gün qabaqcadan. Gətirərdiniz bir dənə imkanınız o. Bir qəşəng böyük putka, onu götürərdiniz, yerinə bir putka qoyardınız, mağaza, böyük. Deyərdiniz ki, bu da bizdən sizə hədiyyə. Sizin hesabınıza bizim alnımızdakı ləkə götürülübdür. Biz indi kişi kimi gəzə bilirik. Amma siz nə edirsiniz? Utanmadan, qızarmadan qazinin alladırsınız, obyektini sökürsünüz. Ki, prezident gedəndən sonra tikəcəyik. Prezident gedəndən sonra Binə qəsəbəsinin icra nümayəndəsi Ərəstun adlı şəxs həmin əraziyə 2-3 dənə ağac əkdi. Tez. Bu ağac da moda minibdir dostlar. Qanunda deyir ki, ağacı kəsmək olmaz. Ona görə nə edirlər? Bir yeri zəbt eləmək üçün tez aparırlar 3 dənə 4 dənə yolka bastırırlar. Deyirlər ki, yolkaya dəymək olmaz. Niyə qardaş? Lazım gələndə 100 ağaçları 100 ağaçları kəsirlər. Gəncədə Sabir bağı idi da. Bəli. Sabir bağını Gəncədə. Dədə baba köhnədən Sovetin vaxtından qalan parkı mələdiblər, mələdiblər. Park yoxdur ortada. Hamısı için obyekt tikiblər orada. Nə yaxşı şirkət dillənməyib onlara bə. Amma bu yoğunluqda bir 4 dənə ağac əkiblər, deyirlər ki, yoxdur, qaziyə deyirlər ki, biz bu obyekti yeri verəməyik. Bu bizi aldadıb icra başçısının verdiyi yeri mənimsəmək deyilmi deyə ata yazır. Bu icra başçısı var. Qaziyə söz verir, obyekt getirir, ondan sonra da gedir müxtəlif yollarla alladıb əlindən obyekt yerini aldırır. Və yaxud da aldırmırsa onu icra nümayəndəsi aldırır. Bu da susur. Görsünlər şəxs. Məsələ ilə bağlı rayon icra hakimiyyətinə getdim. Ata yazır. Ərəstun orada mənə imkan vermədi ki, icra nümayəndəsi. Başçının qəbuluna girim. Oradakı polislər də mənə dedilər ki, siz gedin Ərəstunla razılaşın. Ayıb deyil bu. Heç utanmırsınız. Heç qızarmırsınız. Xəcələ çəkmirsiniz siz. Oğlum Elsəvər də bildirdi ki, siz mənim çörək ağacımı əlimdən aldınız. Amma yenisinin tikilməsi ilə bağlı bizə söz vermişdiniz. O isə deyir ki, sən get həyatında balaca bir köşk düzəlt, çörək pulunu oradan qazan. Həmin yer yol qırağıdır. Yaxşı obyekt kimin? Oğlan tanıdı oranı. Tikib mağazanı. Hər kəs oranı atır tanıyıb bir mağaza kimi. Bəlli bir müştərisi var. Yəni bura çöktümsə, artıq bura mənimdir. Ərəstun kimdirsə, yəqin o yerə ki, o Ərəstunun ətrafı göz qoyur. Bəli. Ancaq belə başa düşmək olar. Bəs bizim ora çəkdiyimiz əziyyət, xərclədiyimiz pulları kim verəcək? Bizə 7-8 min manat ziyan vurulub axı. Bir övladım müddətdən artıq hərbi xidmətdədir. Biri isə ikinci qrup əlildir. Psixik durumu da yerində deyil. Yəni, bəzi problemlərimiz də var. Düzdür, o problemlər bizim şəxsi problemimizdir. İnsanın ədəbinə, əkanına bax. İnsan əxlaqlı adam deyil, bunu yazan adam.
O bizim de problemimizdir. Halbuki o problem dövlətin problemi olmalıdır. Mən dünən dedim, Yahudi yetim evi saxlamır. Yetimi yetim evində saxlamır. Verir bir vətəndaşa 3500 dollarda pul ödür. Deyir, apa bu uşağı kişi kimi böyüt. Öz ailən, öz övladın kimi böyüt. Və hər həftə gedir onu nəzarət edir. Bəs bu bizim övladımız deyil. Aparıb oğlunu vuruşturanda qəşəng olurdu. Ölümlə üzdə qoyanda yaxşı olurdu. Onda vətən oğluydu. İndi bu vətən oğulluğundan çıxdı. Müvəqqəti propiskaya düşmüşdü vətən oğulluğuna. Amma ən azından qazinin evini dolandırmasına mane olmamalı idilər. Oğlum Elsəvər dəfələrlə intihara əl atmış uşaqdır. Bütün qazilərimizin böyük əksəriyyətinin psixi problemi var. Çox təəssüflə qeyd eləmək istəyirəm ki, hökumət qazilərin haqqını vermədi. Heç kəs deməsə də, mən bilirəm ki, heç kəs öz haqqını bu hökumətə halal eləmədi. Vətənə halaldır, bu başqa məsələ. Amma haqqını, hökumətə olan haqqını halal eləmədi bu qazilər, bu veteranlar. Bir Ziya Məmmədov yetərdi ki, bir Kamaləddin Heydərov yetərdi ki, bir Arif Əskərov yetərdi ki, bir bu günlərin təmsil olan nazirlərin hamısı yetərdi ki, Azərbaycanda olan bütün veteran və qazilərin problemi həll olur. Bir nəfər yetərdi, bir dövlət yox, bir adam. Bir adam yetərdi. İntihara əl atır uşağım deyir. Yenidən icra başçısının qəbuluna girməyə çalışıram. Amma imkan vermirlər. Hesab edirəm ki, şikayətim işıqlandırılarsa, Vüqar bəy, prezidentimiz də onlardan xəbər tutar. O dəfələrlə deyir ki, qazilərə hörmət eləyin. Bu qazinin də valideyni mənəm. Mən bütün borca, kreditə düşürəm ki, bu uşaq yaşasın. Onu yaşadıram. Arxasınca düşmüşəm. Narahatam ki, bir səhv addım atar. Özünə qəsd eləyər. Başını aşağı salıb az-çox ruzisini qazanırdı. İmkan vermədilər. Prezidentin adından istifadə edib oğluma aid olan balaca bir mağazanı dağıttılar. Sizin vasitənizlə icra başçısından xahiş edirəm ki, bizi qəbul eləsin. Vallahi mən həqiqətən məhtəl qalıram bu şeylərə. Gəncədə biz Mehriban xanımla bir dəfə danışanda belə bir şeylərdir. Şəhid ailələri, deməli, şəhid anası 9 sot torpağı vardı. Müraciət edir şəhər salmaya ki, mənim torpağımı özəlləşdirin. Baş üstə deyirlər, sonra gedirlər şəhid anasını çağırırlar, deyirlər ki, bir sot sənin bəsindir. Sən iki oğlun, üç oğlun, onu da vermədilər. İndi onu da vermədilər. Onu da vermədilər. Amma Heydər Əliyevin şəkillərini dağıda bilirlər Akbakda. Dövlət atributlarını ləğv eləyib, dağılıb hamısını aparıb Stayankada qoyurlar. Yerində obyekt tikirlər, böyük bir obyekt tikirlər. Heç kəsdə dillənmir. Çünki niyə? Haramla qazanmış pullar damısı. Haram yollarla qazanılanların hamısı icazə verirlər. Kimin ki 3 manat, 5 manat halal pulu var, halal pulla bu torpağın üstündə bir dənə də olsun bir çöp qoya bilmir. Mütləq haram yeməlisən. Deməli, belə çıxır ki, bu torpaq yalnız haramxorlar üçündür. Halal qazananlar üçün deyil. Cəlal bəy yazır ki, bizim 2-ci qrup Əlili Qarabağ qazisidir. Mən haqqımı halal eləmirəm bu dövlətə. Mən şikəst oldum, dövlət azad yaşasın. Ancaq anası erməni mənim haqqımı əlimdən alsın deyə xahiş edim, ona da dövlət baxmasın. O dövlət mənə lazım deyil.